Hər bazar günü keçirdiyim imtahan 11-ci sinifə. Deməli, hər bazar günü imtahan keçirirəm. 10-cu sinifə aylıq imtahanını 11-ci sinifə də yazdırmışdım və indi həmin 11-ci siniflər üçün də bu sualları izah edirəm. Deməli, A qrupuna, 10-cu sinifin A qrupuna düşən suallardır. 11-ci siniflərə də imtahan olaraqdan keçirmişəm. Belə. Başlayaq. Birinci sualda. Deyişin, 960 ədədi 2-nin üstü A, 3-ün üstü B, vur 5-in üstü C. Olarsa plus B plus C cəmini tapın. Burada bunu bileyim ki, deməli, 960-ı sadə qruplarına ayırsam 2-yə 480, 2-yə 240, 2-yə 160, 2-yə 80, 160 yox, 120, 2-yə 60, 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 1. Deməli, 2-dən neçə dənədir uşaqlar? 1, 2, 3, 4, 5, 6. 2-dən 6, 3-dən 1 dənə, 5-dən 1 dənə. Bizdən də soruşur. Deməli, A-mız 6, B-miz 1, C-miz 1. A-mız 6, B-miz 1, C-miz 1. Cəmini soruşur. 8. Cavabımız oldu. Bir variant. Aha, keçirik növbəti ikinci suala. Tir. İkinci suala. Tir ən azı hansı uzunluqda olmalıdır ki, onu 60 cm-lik və 50 cm-lik hissələrə ikisiz bölmək olar. Deməli, ən az həm ikisi dediyinə görə əkö 60-la 50-nin. Ya ayrı-ayrı sadalıqlarına yazarım ya da ortağı çıxardaram. Əkö 6 ilə 5 ardıcılın atılan ədədləri olduğuna görə əkö onların hasilinə bərabərdir. Bu dedik 300. Cavabımız oldu 300 santimetr. Sonra növbəti üçüncü sualı izah edirik. 20 üstəgəlisi 12 bölünsün 1 çıx 0,7. Birinci, burada görəcəymiş 1-dən 0,7 çıxacaq, 0,3. Ona vuraraq 20 üstəgəlisi üstə 120 bərabərdir 60. Deməli, cavabımız oldu 60. Dördüncü sual. İki cür yaza bilərəm. Bir, A deyir ki, A-mız 12 verir, B-mizi 9 verir, A ilə B-nin kəsişməsini də 5 verir, A birləşib B-ni tapın. Düstur mən yazsam, A birləşib B bərabərdir, A üstəgəlinsin B çıxılsın, A ilə B-nin kəsişməsi. A-mız məlum 12, B-miz məlum 9, kəsişməsi 5, çıxan dedik 16. Deməli, cavabımız 16. Amma başqa cür necə edə bilərik deyəcə, Eylir Venn diaqramının köməkliyi ilə. Birinci, bu A, bu B. Hər ikisi kəsişməsi 5-dir. A-mız 12 olması üçün yalnız A-ya 7 çatışmır. B-miz 9 olması üçün yalnız B-yə 4 çatışmır. A ilə B-nin birləşməsini soruşursa, qaynamıza əsasən 7 üstəgəl, 5 üstəgəl 4 bərabərdir 16. Bu da izah eləmiş oldu. Növbəti 5-ci sual. Növbəti 5-ci sual. Əkö babə böl. Əbu babə nə verir bizə? C-nin adı nədir? Əkö babə bölünsün. Əbu babə
bizə verir C-ni. C-nin də adı şagirdlər ortaq olmayan sadə ruhların hasidir. Burada baxırıq ki, 2-dən 6 dənədir, 2-dən 4 dənədir. Neçəsi ortaq deyil? 2 dənədir. Buradan baxırıq. 3-dən 8 dənədir, 3-dən 1 dənədir, 7 dənədir, 1 dənə 3 çatışmır. Burada baxırıq, 5-dən 4 dənədir, burada da 5-dən 5 dənədir. Neçəsi çatışmır? Bu da bərabərdir. 4 vur 3 vurulsun 5, 60. Deməli, ortaq olmayan sadə ruhların hasili olacaq 60. Uyğun tərəfləri paralel olan iki bucağın fərqidir. Şəkilini çəksən də olar, çəkməsən də olar. Qapalı sualdır, heç ehtiyac yoxdur. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 20-dirsə, bizdə bilir ki, cəmi 180-dir. Əgər fərqi 0 olsaydı, uşaqlar, deməli, onların eyni adlı bucaqlarıymış. Aha, bunları tərəf-tərəfə toplasam, 2 alfa bərabərdir 200 dərəcə, alfa bərabərdir 100 dərəcə, alfamız 100-dürsə, betamız da 80 dərəcədir. Bizdən böyüyünü soruşur, cavab olacaq 100 dərəcə. 4-cü sinifin sualıdır. 3-də 2 hissəsi 24 olan ədədin, deməli, qaydamız var. Hissəsinə görə ədədi tapanda 24-ü böləcəm 3-də 2-yə. 24 vurulsun 2-də 3. 2 ilə 24 gedir 12, 12 isə vuranda 36. Və sonra deyirəm, 36-nın da deyir nəyini tapın uşaqlar? 4-də 3-ün bərabərdir. Bununla bu gedir. 9 vurur 27. Cavabımız oldu 27. 8-ci sual. Ümumiyyətlə siz hələ də bunu yaza bilməyən şagirdlər nəyi bilmir? Ədədin standart şəklində yazır. L bərabərdir A vur 10-un üstü N. A qiymətli hissədir. Demişik 1 ilə 1 daxildir 10 arasında yerləşir. N isə tərkibdir. Deməli 2 vurulsun 0 tam 2 tam mində 22 vurulsun 10 üstü deyir tərtib 3-dür. Qiymətli hissə deyil 2 tam mində 22-dir. Onu da yazsaq 2022 3-0 sağa sökülsə. Cavabımız oldu bu. B variantı. Sonra 9. Ədədinin sadə ruhlarının sayı müxtəlif sadə ruhlarının sayından neçə dəfə çoxdur? 9-cu sualda deməli, ədədin sadə ruhlarının sayını tap deyəndə qüvvətləri toplayırdım. 6 üstəgəl 8 üstəgəl 10. Yəni 2-dən 6 dənədir, 3-dən 8 dənədir, 5-dən isə 10 dənədir. 14 üstəgəl 24. Müxtəlif sadə ruhları dedikdə şagirdlər, bir dənə 2 var, bir dənə 3 var, bir dənə də 5 var. Neçə dəfə çoxdur 24? 3-dən 8 dəfə çoxdur. Sonra 10-cu sual. 10-cu sual. Nə təşərlanır ada şagirdlər? 35, 35, nəysə bu şəkildə. B-də nə təşərlanır? 0, 3, 5, 5, 5. C-dən nə təşərlanır? 0, 35, 0, 0. Deməli, hər ikisində 0 var. Hər ikisində 3 var, hər ikisində 5 var. A, indi baxırıq burası. Deməli, B böyükdür A-dan, o da böyükdür C-dən. C kiçikdir A-dan, kiçikdir B-dən. Biri artma sırasından yazsa, azalma sırasından, o da cavab olur B variantı. 11-ci sual deyir ki, 5 ədədin ədəd ortası 24-dürsə, deməli bunların cəmi 24-ü vuracam sayına 120. 2 ədədin ədəd ortası isə 10-dur. Onu vuracam 2-yə. Deməli, ümumi bu 7 ədədin cəmi 140-dır, sayıda 7-dir. 140-ı da böləndə 7-yə edir 20. Cavabımız edir 20. Sonra 12-ci sualda deyir ki, A böl 15 və 12 bölünsün A plus B kəsirləri düzgün kəsirlər olarsa, A parametrinin ala biləcəyi natural qiymətlərin sayını, cəmini tapın. Deməli, uşaqlar, bura baxsaq görərsiniz ki,
Bura baxsa görərsiniz. A-mız ən kiçik nə ola bilər? 2-nin üstə 11 gəlməliyəm ki, düzgün kəsr olsun. 11, 12, 13, 14. Uca 15 olmayacaq. Niyə? Bu 15'də 15 olsaydı düzgün olmayan olardı. Cəmi deyilir 50. 13-cü sual. 2 tam 3'də 1. 2 tam 3'də 1. Çıxılsın. 0 dövrdə 3, 9'da 3 deməkdir. Bölünsün. 13-cü sualımız yazılır. Bölünsün. 4 tam 11'də 8. Üstə gəlinsin. 99'da 27. 2 tam 3'də 1. Yazaram ki, üstə gəl 3'də 1. Çıxılsın 3'də 1. Çünki 2 tam 3'də 1 ilə 2 ilə 3'də 1 arasında toplama işarəsi var. Ya da savadsızamsa düzgün olmayan kəsrə çevirib yazacağım. 3'də 1. Aha. 4 tam 4 tamını 4 üstə gəlirsin 11'də 8. Üstə gəl 99'dan gedir 11'də 3. Bərabərdir. Bunlar İslah olur, qalır 2. 11'də 8 üstə 11'də 3 gəlsən. 11'də 11. 4 üstə gəl 1. Eləyəcək 5'də 2. Bərabərdir. 0,4 və yaxud 5'də 2. Cavabımız olacaq 0,4. Sonra 14-cü sual. A plus 3 ədədinin 20%. Yəni 5'də 1'i 13 olarsa A-nı tapın. Yəni şifahi sualdır. 13'ü buradan 5'e 65. 65'dən 3 çıxaram 62. Ya da 20%, A plus 3'ün 20% bərabərdir 13 olarsa, bu da həllindən də belə yazacağım. 1, bu da 5'dir. A plus 3 böl 5 bərabərdir 13. A plus 3 bərabərdir 65'e. A bərabərdir 62. Cavabımız oldu 62. Sonra mən sizə öyrətmişəm ki, daha yadda qalan olsun deyə, əziz şagirdlər, irrasional ədəd nədir? Kökün altındadırsa və kökün altından çıxmırsa, buna irrasional ədədlər deyilir. Kökün altındadır. Bax, bir kökün altındadır və bir də bu. Bir də pi və y harada iştirak edirsə, o irrasionaldır. Bir də pi. Bəzən uşaqlar çaşır da 3'dən %14'dən çıxır, 3'dən %14, 0 yazır. Təqribi bizə. Amma pinin qiyməti 3'dən %14, 15 bilinməyən bir şeydir. Ona görə ümumi 10'dan ədəd var. 3'ü irrasionaldır. 0,3. Cavabımız oldu 0,3. Sonra 16-cı sual. Çarpaz bucaqlar bərabərdir. Daxili çarpaz. Bura 47-dirsə şagirdlər, bura da 47'dir. Bura 64 dərəcədirsə, bu ikisi də 64 dərəcədir. İndi 47 üstə nə gəlsəm 64 edər, 17 dərəcə. Səndən də soruşur, x-imizi tapmışam 47 dərəcə, ilkimizi tapmışam 17 dərəcə, eləyəcək 30 dərəcə. Sonra ən sadə bir sual, 17-ci sual. Deyir ki, 3 qabda olan məhlullar, birinci qab nə qədərdir? 2K. İkinci qabda 3K. Üçüncü qabda 7K. İndi deyir ki, hər bir qabdakı məhlula uyğun olaraq birinci qaba nə əlavə edeyim? 2K-ya 80 qram əlavə edeyim. İkinci qaba nə əlavə edeyim? 3K-ya 100 qram əlavə edeyim. Üçüncü qaba 7K-ya 140 qram əlavə edeyim. Sadə bir deyil, bu ikisinin cəmi 3-cüyə bərabərdir. Yəni 2K üstə gəlinsin 80, üstə gəlinsin 3K üstə gəlinsin 100, bərabər 7K üstə gəlinsin 140-a. Beylik 5K, dəyişənləri sola atıram 7K, 140-dan da çıxıram 180-ə. Mənfi 2K bərabərdir mənfi 40, K bərabərdir 20.
Aparıb yerinə qoysam, birinci qab deyir ki, əvvəlcə hər qabda olan məhlul miqdarını tapır. 2-yə vuraram, kamızı 20 tapmışam, 40, 60, 140. Cavabımız oldu bu. Bu qədər. Sonra növbəti 18-ci sual. Şəkildə parkın bir-birinə paralel olan iki piyada yolu təsvir edilmişdir. Park xidmətçiləri onlar üçün xüsusi ayrılmış düzxətli cığırlardan istifadə edərək qeyd olunmuş nöqtələrdən keçməklə paralel yollardan birindən digərinə keçə bilər. Şəkildə verilənlərə görə xüsusən bax, bu Məlik Məmməd nağılı. Heç başdan baxsaz da sadəcə nə deyirsə, görərsiniz ki, ağzı o tərəfə baxanların cəmi, ağzı bu tərəfə baxanların cəminə bərabərdir. 30-dan 45-in cəmi 75 dərəcə. Baxa bilərək 20-in üstündən nə gəlsəm 75 edir, 55 dərəcə. Cavabımız olacaq 55 dərəcə. Sonra 19-cu sual. Deməli şagirdlər. Çox hörmətli şagirdlər. 2,5 böl 0,25-ə bölmək üçün 100-ə vuracam. Olacaq 25-də 250. Bunu da 100-ə vuracam. Olacaq nə? 1-də 10. Üstə gəl. Bunu heç nəyə vuramayacam. 12. Bu edəcək 9-da 3. Bərabərdir. 250-ni 25-ə bölsəm, olacaq 10. Onu 1-ə bölsəm, eləcək 10. Üstə gəl. 12-ni də 3-də 9-dan 3 gedir. 3-də 1 deməkdir. O da tərsinə fırlanır, vur 3. 56. 12-ni çevirirsən, ikinci sinifdə keçmişik, birinci vurma olur, sonra toplama çıxma. 56 cavabımız oldu. 56. Sonra 20-ci sualda maya dəyəri 200 manat olan məhsul 20% qazanc olmaqla müştəriyə təklif olunur. Deməli, 20% qazanclar deməli 1,2 ya vurarım, bir şey 20% artırmaq, onu 1,2 ya da 20% qazanc da deyəndə 200-ün 20%-ni taparam, 40, yəni 20% qazancla 200-ün 5-də 1-i deməkdir 20%. Deməli, 240 manata təklif olunur. Olmaqla müştəri təklif olunur. Satış qiymətinə 12 manat endirim edilərsə, sonra da müştəriyə deyir ki, satış qiymətinə 12 manat endirirəm. Edir, bu da 228. Əgər normalda 200 manat olan bir məhsulu 100% maya dəyəri, biz ona 228 manata təklif edirsə, nə qədər qazanc götürmək istəyir burada? 28 manat. İndi bunu faizlə soruşur. Buradan da işte bundan bu gedir. 2 ilə də 28 gedir. X bərabərdir 14%. 14%. Yəni bu qədər. Başa düşə bildiniz. Allah da şahiddir, vicdanım da şahiddir. Bu videoya da düşsün. Bu qrupdan çox canımı qoyduğu qrup yoxdur. Sağ olsunlar, okuyanlar yazır. Zəif olsalar da, ona görə səhər tezlərə salmışam ki, bəlkə səhər tezdən ağıllarında bir şey qalsın. Müəyyən dəyərlər var ki, o dəyərlərdən istifadə edib bu uşaqları hazırlaşdırıram. İnandırımsa, yoxsa nəinki bu uşaqlar xırdalana yox, heç ümumiyyətlə Azərbaycana qoyulası uşaqlar deyil. Çoxu. Amma müəyyənləri var ki, maşallah, üzərində çalışırlar. Amma eləsi də var ki, ümumiyyətlə, bu uşaqları sürgün eləmək lazımdır. Deyim ki, yaddaşı yoxdurmu? Xeyr, yaddaşı var. Sadəcə elə də. 21. Uyğun tərəfləri paralel olan eyni adlı bucaqlar bərabərdir. 20 dərəcə nəyə bərabərdir? 4x-ə. 4x bərabərdir 20 dərəcə. X bərabərdir 5 dərəcə. Bura 20-dirsə biz də bilirik ki, bura 160 dərəcədir. Onda bu da 160 dərəcədir. 4x-imizdə. Çünki daxili bir tərəfli bucaqdır. Uyğun tərəfləri paralel olan daxili bir tərəfli bucaqdır. Bu da 4-likdə nəyə bərabərdir? 160 dərəcə, ilikdə bərabərdir 5 dərəcə. Bizdən soruşur ki, ilik çıxılsın 2, 40 dərəcə çıxılsın 5 dərəcə, bərabərdir 35 dərəcə. Sonra, N-in elə natural qiymətlərinin cəmini deyir, tapın ki,
N-in elə natural qiymətlərinin cəmini tapın ki, 2-nin çıxılsın 1 bölünsün 28 düzgün kəsirini sonlu kəsir şəklində göstərmək mümkün olsun. Deməli uşaqlar 28 sadə vurğularına ayıracağım. 2 vur 2 vur 7'dir. 2'nin çıxılsın 1. Deməli uşaqlar biz nə etməliyik burada? Düzgün kəsir dediyinə görə biz oradan bizə də sonlu kəsir lazım olduğuna görə biz oradan nələri yox eləməliyik? 7'ni yox eləməliyik. 7'ye bölünən ədədlər də 2'nin çıxılsın 1 bərabərdir 7. Həqiqətən bunu aparıb yerinə indi hansı ədədir? Sonra 2'nin çıxılsın 1 bərabərdir 14. Bir də 2'nin çıxılsın 1 bərabərdir 21. Düzgün kəsir deyir deyə bura düzgün kəsir olmalıdır və 7'ye bölünməlidir. O da 7'ye bölünən ədədlər 7, 14, 21. 28 olsa düzgün olmayan olar. 2'in bərabərdir 8, n bərabərdir 4. Deməli elimiz 4 ola bilər, naturaldır. 2'in bərabərdir 14 üstə gəl 1, 2'in bərabərdir 15, n bərabərdir 7,5. Bu olmaz, naturaldır. 2'in bərabərdir 22, n bərabərdir 11. Deməli 11'imiz olar. 2-dən deyir ki, n'lərin sonlu şəklini göstərmək mümkün. N'in elə natural qiymətlərinin cəmini 4 və 11. Cavab edir 15. Aydındır. Sonra keçirəm 23-cü suala. Ədədin natural bölənlərinin sayını tapmaq üçün ədədi sadə vurğulara ayırıram. Natural üslü qüvvə şəkildə yazıb, üstlərinə bir gəlib bir-birinə vururam. 182'ye bölsəm 90, 2'ye bölsəm 45, 3'e bölsəm 15, 3'e bölsəm 5, 5'e bölsəm 1. Deməli 2'nin üstü 3, 3'ün üstü 2, vur 5'in üstü 1. Natural bölənləri deyəndə üstlərinə 1 gəlirəm. Bu da bərabərdir. 4 vur 3 vur 2. 24. Deməli bunun da cavabı oldu 24. 24-cü sual. 24-cü sual. Məxrəci düzgün kəsirlərdən neçəsini sonlu kəsir şəklində göstərmək olmaz. Həmişə olardı, bu dəfə olmaz. Belə dünya olmaz. Deməli məxrəci 210 olan 209 dənə düzgün kəsir var. Biz də demişdik, məxrəci 210 olan kəsirlərdən neçəsini sonlu kəsir şəklində göstərmək olar. Sadə vurğularını ayırırdım. Bizə lazım olan 2 və 5 vurğunu götürdü. Məxrəci 10 olan neçə düzgün kəsir var? 9 dənə. 9'u sonlu kəsir şəklində göstərmək olar. 209'un 9'unu göstərmək olarsa neçəsini göstərə bilmərik? Olmaz 200 dənəsini. It is very easy question. Yəni əslində çox asan bir sualdır. Amma çox da deyil. O bu qəbul imtahanının blokuna da düşür. Buraxılışın sınavına da düşür və OTK-nın blokuna da düşür. Bu sual. Aha. Keçək. 25-ci sual, sonuncu sual. Sinifdəki oğlanların sayı. Deməli, sinifdə oğlanlar var və üstəgəl qızlar var. Bir də yazıram, oğlanlar, üstəgəl qızlar. Deməli, x qədər oğlan var uşaqlar, y qədər qızlar var deyirəm. İndi oğlanların sayını deyir 30% artırdı. Oldu nə? 1,3x. Qızların sayını 75% azaltdı. Oldu 0,25 y. İyilikləri bir tərəfə keçirirəm. %75 iyilik bərabərdir 0,3x-ə. Hər tərəfi 100'ə vuraram. 25 iyilik bərabərdir 30x. Hər tərəfini 15'ə bölürəm. 5 iyilik bərabərdir 2x-ə. İyilikimiz bərabərdir 2k. X-imiz bərabərdir 5k. Deməli şagirdlər, k-mız 1 ola bilməz. Teacher, niyə k-mız 1 ola bilməz? K-mız 1 olsa, ilkimiz neçə olur? 2. X-imiz neçə olur? 5. Fikirləşə bax. 5'in 30%'i 1,5 adam edir. 75'in də 2'nin də 75%'i 1,5. 1,5 adam olar? Yox. Deməli, k-mız 1 ola bilməz. K-ya 2 versəm, ilkimiz 4, x-imiz 10. Həqiqətən 4'ün 75%, 4'də 3'ü 3 eləyər.
şeyin də, onun da 30%, o da 3 edəcək. Deməli, bizdən də burada indi ümumi sayı soruşur, yox sayıları, qızların sayını soruşur. Qızların sayı da olacaq 4. Sonuncu sual və bütün sualları izah eləmiş oldum. Sağ olun, növbəti sınaqların izahında görüşərik.